Mən hədəf strategiyam budur ki, qeyri-real hədəflər qur. Nə realdır, o mənlik deyil. İrrasional hədəflər qur. Və ona çatmağa inan və ona doğru addımla. Və bu alınacaq. Və bu yolda da ən yaxın dostun məsafədir. İnsanları yaxın buraxdın, onlar səni çəkəcəklər ki, real hədəfləri yaradır. Ən yaxın dostun məsafədir. Kimlə məsafə? Ən yaxın dostlarla qoyduğun məsafə. Nə qədər qəribə olsa ailə üzvlərindən qoyduğun məsafə, nə qədər qəribə olsa dövlət qurumları ilə qoyduğun məsafə. Onlar nə qədər yaxın gələcəklərsə, onları saxlaya bilərsən çayxana söhbətlərinə, deyək ki, müəyyən bir vaxt ayıra bilərsiniz onlara. Parkda gəzməyə, amma o hədəfləri yaxınlaşdırdınsa, artıq sən demək olar ki, məcbursan real hədəflər. Mənim hədəf qurma strategiyam budur. 1. Sən nə istəyirsən, odur vacib. Nə realdır, onu qoy qırağa. Bəli. Və sənin istədiyin çox vaxt irrasional olur. Dünyanı bütün gəzmək, dünya çempionu olmaq, dünya rekoru. Birinci, bunu müəyyənləşdir. İkinci, çalış özünü ona inandır. Yəni bu inancdırsa, bunu saxlayan bunun altındakı ayaqlardır. O ayaqları bərkit. Ona da inan. Üçüncüsü də ki, ona doğru strategiyalar qur. Və mən sizə bir söz deyim. Ümumiyyətlə mənim fikrimcə qeyri-inandırıcı, qeyri-real və irrasional hədəflərə çatmaq daha asandır. Nəinki real hədəflərə. Onu da izah edə bilərəm istəsəz. Siz sanki ağlıma qoyursunuz mənim. Onu mən deyəcəydim sizdən. Siz məni öncüllədiniz.